Həmid müəllimin bu tələbkarlığı ailəniz tərəfindən, xüsusən ananız tərəfindən necə qarşılanırdı? Məncə belə deyək, anam atama dəstək idi. Yəni atam bizə həm belə deyək, bizim çox disiplinli həyatımız olub. Yəni yatmağımız, durmağımız vaxtında idmanımızı hər gün gedirdik. Nə qədər qaçırdıq, sonra futbol oynayırdıq, voleybol, yəni elə bir yəni elə həyatımız olub. Yəni amma mən həmişə deyirəm ki, yəni mən belə deyək, sırf öz hissimdən və belə deyək danışıram ki, məsəl üçün mən niyə uşaqlığımdan məsəl üçün mənə bəlkə də sırf o disiplin olsaydı, ciddiyyət olsaydı adamı yorardı. Məsəl üçün mən deyirəm ki, mənim analar onsuz da sevgi göstərəndə, düzdürmü? Mən həmişə deyirəm ki, bizə yəni atam həm disiplinli olub, ciddi olub, çox belə sərt adam olub, o qədər də yumşaq olub. Yəni o qədər də sevgisini göstərib ki, yəni unutmuşuq da belə, hirsini belə unutmuşuq. Yəni hirsləndi, sonra gəlib könlümüzü alıb. Ona görə yəni düşünürəm ki, atam o cəhətdən yəni həm ciddiyyət də qoyub, həm dəstəyi də olub, sevgisini də gözəl bildirib. Ona görə yəni çox gözəl bacarıb bu işi.